sən bilirsən ki, hamı qeyri-müəyyən əvəzsə, bunu taparsan da cümlədə. Feil çox çətindir. Feil biraz Feil çox asan. Yox, 1B, Çox asan. 2A, 3E, 4C, 5D, 6E. Yazamırsan, yox yazmırsan. 7D, deyəm bütün barmağına deyil. 8C, baxmayaq. Yox. Dərsdən geri qalarsın. Buraxmaz. Buraxanlar yerim, mən kim dərs buraxan kim var? Bir olmaz. Mən yoxlam bilinmə qismətdə. Yaxşı. Uşaqlar, başlayaq səhvlərimizə. 16-ya qədər səhv var. Al, sən buradan. 8. Tamam. Görürsən mi lan? Bəli. Cavabsa çıxmıyor. Bəli. Sonra. Sən nə yazmışdın? 16. İşlənməyən deyir. 16-ya səhv var. 14 mən. 14. Cümlələrin birində say həm mənsubiyyət, həm də şəhal şəkilçi qəbul edir. Yer səhvinin 3də 2-sini, bax, 3də 2-sini sır mənsubiyyət, ikisini təsir edir. Aydın, bizə nə deyil? Elə say cavab verin. Sən yazmışdın? Yazmamışdım mən. Məsələn, bax, axırıncı sıra saydı, amma hal şəkilçi mənsubiyyət qəbul eləməyib. Fikirlərdən yalnız biri. Onlarda yalnız biri mənsubiyyət yoxdur, adı təsirlikdir. 9-cuların haldır, mənsubiyyət yoxdur. Bir neçə gündür ki, gəlib gedirik. Burada artıq nə hal var, mənsubiyyət orada. Sonra 16 zaman Xədicə, yox, detirməmişsən. Evə gələn kimi yazdığın şəkil atırsan. Evə çatdın, yemək adı yemirsən. Birinci, 9-a işləm. Nəysə, çatan kimi şəkil atırsan, onu keçmir. Neyse, 16 say işlənmişdir. Azı sən nə yazmışsan burada? Bax, azadlıq isimdir, say yoxdur burada. Çoxdur. Yığıncağa gələn çoxdur, bəli, nə qədər çoxdur. Bəli, qeyrimi ödər sayı. Sən nə yazmışdın, Fatih? Məsələn, biz birlikdə daha güclü olacaq say yoxdur. Biri qeyri-müəyyən əvəzlikdir. Sonra kimsə qoyaq yerinə, kimsə dediyini digəri qəbul etmir, kimsənin dediyini qoyaq da. Hava birdən-birə sərtləşdi, bu birdən-birə zərfdir. Sonra, nə var sən? 45-ə cəmi yoxdur. 41. 31. 31. 27. Yoxsa sürdür. 26 da var məndə. 26. Verilmiş sayılardan biri numaralı sözlər işlənə bilər. E variantı 6, 1-2 nəfər 5, adam. 6. Hə, bu mən yuxarıya baxıram. Hə, 1-2 nəfər adam. Ağaçda 5-6 nəfər adam. Bunlar demişdim. Bunlar nömrə yazmışdım mən. Ofisində də müəllim. Ofisində də müəllim. 3-4. Bəli, 3-4 bunlar qeyri-müəyyən amma numaralı sözlə işlənə bilir dedik. 3-4 nəfər adam. Yerinə söz qoyun da. Sonra 28. Qeyri-müəyyən. Argümanlı tez gəl, bilmiyor ki yoxsa onun üstü. Kim səhvdir? Kim doğru şanslı? 22 qeyri-müəyyən. Sən nə yazmışdın? Nə vurursan? Sonra deyin görün. 41 mən. 40. Qeyri-müəyyən bildirər sənin hansı cümlədə işlənmişdir? 39. 31. 40-a baxıb başladı, baxmışıq da. Biraz təmiz görsən özünü. Hə, tamam çatlamaq deyək. Kitabdan Yox, çox mərtəbəli hansını qısa? Çox mərtəbəli sifət. Sifət, var. Bizədir qeyri-müəyyən miqdar sayılı var. Bir sıra məsələlər, 4 variantı. Kimin səhv idi? Sən nə yazmışdın? Çox mərtəbəli. Sonra 41 mən. Mən deyim, 39-a baxım direkt. 39. Mən 39-a deyəcəm. Hansı cümlədə sayın yarısı səhvə yol verilməmişdir? Verilməmişdir. Aa, ben nereye götürmüş Yemen'de. Ha. Nereye götürmüş? Nesə baxırdı? Verilmemişti. Burada D-da verilməmişdir, hə. Hemen verilen Y-də bir var verilməmişdir, yani. hə. D-da da yoxdur. Sonra 31. 31. O da mənim sintaksis vəzifəsi, sayın əsas sintaksis vəzifəsi. Təyin. Təyin ola bilir. Yox, demişdim, sifətdir, saydır, əsas sintaktik vəzifəsi təyindir. Amma cümlə digər cümlə üzrə ola bilər. Zərflik də ola bilər. Mən təyin Kalınlıq da ola bilər. sifətin sualına cavab vermirdi. Təyin cümlə üzrə. Ünlü sual mənasında Sayın toplar. fazla hansı sıra sayı hansı suala cavab verə bilər.
olduğum Mən tamamlıq götürmüşəm. yox, sayda təyin sifəti ən çox təyin olur. Amma digər cümlədə də ola bilər. Sonra 41 müəllim. 41. Deməli 41. Hə, say işlənmişdir. Az getdi. Nədir? Zərf. Saylar zərf. Zərfdir. Məruzədə çox danışdı. Zərf, az olsun zərf. Xeyli məsləhətləşdilər. Zərf, çox adam nə qədər? Mən beyin götürmüşdüm. Çox danışdım. Hərəkətin üzərində zərfdir, fiildən üzərində. Sonra deyil görək. 44. Hansı cümlə say işlənmişdir? Az danışmaq, bir-birləri saylar. Fikirləş. Nətəzər bu? Saylar. Nətəzər, niyə ayırsın, niyə? Bəs sorundur. Rahat, diqqətli olun. Vətənin bir qış qürbətdə 100 baharlar, nə qədər 100 bahar, saydı, ismini çox gülən, çox dağı var. Olmaz. Zərf olan sayılar qoydu, səhv aldı. 2-4-5 deməli. Zərf, fiil aiddir, Zərf. hərəkətə. 40 il yağış yağdı, 4, 2, 5. Hamı indi bir-birine deyəcək, kimsən yazır. Deyin görək. 47. Tamam, sen bilirsin. Müəllim 45 var. 45'e bakar sonra. Aha, 45'te deyir, hansı ki, sayın hər iki məna növünə aid nümunə var. Hər iki məna növünə. Yəni sayın hansı məna növləri var idi? Miqdar sayı, sıra sayı. Sıra sayılar. Neçə məna növ oldu? Miqdar 2. sayılar. Miqdar sayı özü 3 yerə bölünür. Hansılar idi? Bəli. İki kişi danışanda, iki kişi müəyyən də düzdürmü? Demək miqdar sayı var mı? Var. Bizə sıra lazım. Üçüncü. Sıra var mı? Var. Mesela biri. Bir burada müəyyəndir miqdar, amma sıra görürük burada. Yox, iki olanlar getdi bəli başdan. Sayı yalnız bir məna növünə aid. Bir əldən iki qarpız tutmaq olmaz. Bəli, yalnız miqdar sayı sıra yoxdur. 2 üstü, 1 üstü. Çox bilib az danışmaq, burada ümumiyyətlə say yoxdur. Aydındır. Bax, fiildən öncəsi zərfdir. Yaxşı. Amma çox adam olsaydı nə olardı? Sifət dedik. Sifət dedik. Say. Hə, sifət də ola bilər. Düzdür, o sifətə aid bir sayda yox. Qayıtdır. Sonra deyin görək. Mən 49-un heç başa düşmədim. Mən də İsmail də başa düşmürəm. Müəllim. 45-ləri yüksək say saldı. Yox. Gəl 49-a baxaq bir dənə. Mən səhv. Yaxşı. Kala. Bax, iki dənə kvadrat verir də. Deyir ki, səhvləri düzəltməklə, yəni, məsələn, 2 ilə, məsələn, 4-ün yerini dəyişsək, düzgün variant alınmaz. Aydındır, yerini dəyişmək lazımdır. İsmə aiddir, baxaq. Nədir? Səhvləri düzəltmək üçün qarşısına hansı rəqəmi yazılmış ifadənin yeri dəyişmək lazımdır. Beşiniz çox insanın işinə görə bilərsiniz. Beşiniz çox insanın işinə görə bilərsiniz. Aha. Çox insan burada nədir? Saydı mı? Düzdür. Demək, yazıb ki, məsələn, bu üç buzağa yazıb ki, say nədir? İsmə aiddir. Düzdür. İsmə aiddir də. Bu yeri dəyişə bilərəm, harası ata bilərəm bunu? Hə, tamam, ismə aiddir də, atamayacam bunun yerini, dəyişə bilməyəcəm. Yerindədir, düzdür. Adlı xalqın sualına cavab verir. Adlı xalqın sualı nədir? Kim, nə xalq? Hara? Beşiniz. Kim? Beşiniz. Düzdür, sizin beşiniz, mənsubiyyət. Adlı xalqın sualına cavab verirdiniz. Demək, bu da yerindədir də. Düzdür. Hə, bizə və sual. Çox insan adlı xalqın sualına cavab nə qədər? Adlı xalqın sualına cavab vermir. Demək, bu da yerindədir, düzdürmü? Bəli. Başa düşmürsən Allah? Başa düşürəm. İndi o hər ikisinə yazıldı. Sayın sonuna cavab verir. Beşini sayın sonuna cavab verir. Hə? Adlı xalq. Adlı xalq. Demək səhvdir də, yeri dəyişməlidir. Biri 3 ola bilər. Amma çox sayın sonuna cavab verir. Patron düz yazırsan mı? Bax da fikrimli olsun. Miqdar sayıdır, çox miqdar sayıdır. 2-dən 4 yerində Çox insan. Hə? Xeyr. Miqdar sayı. Gelmeyin. Hə, miqdar saydı. Bəs beşiniz miqdar sayıdır. Beşiniz. Beşiniz hə. Demək Yox, isim deyir. yox, ismi sona cavab verir. Beşiniz. İsimləşən. İsimləşir. Demək 3-dən 4 yer dəyişəcək ki, niyə? Bu hər ikisinə aiddir. Bu da burada yazılmalıdır. Axı miqdar sayı da hər ikisi. Düzdür, sıra sayı deyil. Miqdar sayı 3 yerə bölünür də. Bu qeyri-müəyyən, bu da müəyyəndir. Demək 3-dən 4 yer dəyişə bilər.
1-lə də 5-in ismə aiddir. Məsəl üçün, bax, ismin xüsusiyyətini daşıyır. Bəli, bax, bu yeri səhv yazılıbdır. İsmə aid budur. Mən bayaq səhv etmişəm burada. Bax, bu ismə aiddir. Çox sözü. İsmə aid. Bax, burada kvadratlara bax. Bu figurlara görə baxın da. Düzdür. Başım mənə fazla. Bax, demək bununla bir də 5-in yerini dəyişməliyəm ki, ismi xüsusiyyətini daşıyır. Şəkilçi qəbul edib 5 əslində bura yazılmalıdır. Çox da ismə aiddir deyə nədir? Bura yazılmalıdır. Bir də bura yazılmalıdır. Demək 1 ilə də 5-in yeri dəyişəcək B variantı. Sizi çalışdıran bu kvadratlar olubdur. Sonra 53'e qədər var. 47 mi? 47. Bax 47 də bunun. 48 var. 47'ye baxaq, hə, 47'ye baxaq. Bax 47 də bunun tayıdır. Verilmiş cümlələrin əsasən cəzadakı uyğun fikirləri müəyyəndir. Bir ortaq cəhət istəyir, bir əşki ortaq cəhət olmayan da, yəni fərqli cəhət istəyir. Həsən 4-cü günlərdə 35 xal qazandı. 4-cü sayı hansı növlə aiddir? 35 nədir? Müəyyən. Mürəkkəb düzəltməli sadədir. Mürəkkəb 2 söz. Sayıların quruluşda növləri fərqli olsa da, bax, 4-cü düzəltmədir, tələsmə, 4-cü düzəltmədir. Ama say. Say 15'də də mürəkkəbdir. Deyir, quruluşda növləri fərqli olsa da, mənə növləri eynidir. 4-cü hansı növlə aiddir? Sıra. 35 nədir? Hə, mənə eynidir. Yox, getdi. Bir olma getdi. Qaldı 2 var. Düz fikirsiz, düz. Hə, mürəkkəb müəyyən miqdar sayı işlənmişdir. Mürəkkəb müəyyən burada 2 dənə cümlə var ki, buna baxmıram. Hər gözünüzün. O mənim 46 xalıma qarşı 50 xal. 50 müəyyən və sadə. O mənim 46 mürəkkəb. Ortaq cəhətdir bu. Bir götürəcəyik. Niyə? Hər ikisi də qurursa da fərqlidir. Mürəkkəb, məsəl üçün, sadə, düzəltmə mürəkkəb. Qurursa fərqlidir mi hər ikisində? Amma növlər də fərqlidir də. Yoxsa görə fərqlidir. Yox, hər ikisi müəyyəndir. O yəni belə gedir. Belə gedir. Ayrıca 2 götürəcəyik. Çünki mürəkkəbdir. Bəli, ortaq cəhətdir 2 cümləyə. Bu birinci cümlədir. Həm üçü də götürürük. Məsələn var, 2 verirlər bu bayaqda. Ortaq cəhət deyil. Sayın hər iki mənada cümlə var. Bəli. Birincidə var, ikincidə var. Amma birincidə yoxdur. Ortaq cəhət deyil də. Aysa, düzdür. Miqdar bildirən sayı var. İkisine de. Hər sayı 46, 35, yəni belə miqdar sayı olsun da. 4 də düzdür. Vurursa düzəltmə olan sayı bildirir. Düzəltmə, bax, burada düzəltmə var. Burada düzəltmə var. Ortaq fikirdir. Götürürük. Və sonra. 205. Sen görmürsünüz. Görünmüyor burada. Sonra, deyin görün. Başka var. 8 dedi bir yok. Ben de siz kimse demiştim. Ben onu tekrar edeyim. Yerinə görə nömrədə söz kimi işlənə bilən ifadələr. Bəli, vagon. Sənsən. Kim demişdim? Mənim səhvim deyil, Ha, bəli. kim sən bilməsin? Bilmirəm, bəli. Necə kimsə dedi. Bir vagon adam, Sən səhv deyil. Fatma. bir udum su var, bir ton pambıq. Göz de var. A variantı. Bir, Bir, üç, Sən bir göz var. 5 de var. Altı da var. Yine, Sən. beş de var. Masada olmaz. Ama bu kadar. Düzü olmaz. Ne oldu? Bir, üç, dört, beş, altı. Sen nerede? Sən bir sınır su. Bu su diyor, arvata köyünə baxın, sinə su qaşır qalıyır bulaqdan. Bulaq, bildin? Nəngi də var. Şəkil çək baxarsın. Ben səhv yoxdur yani. Hə? Neçə? 50. 50 nəyə burada tutar bu su? Bu benim muhtardır. 50 də bunların tayıdır. Onlar demiyor. Nasıl bizim? Belə testlərdə şu an diqqətli olun. İzah edə. Element doğru fikir istəyir. Müəyyən miqdar sayıları işlənmişdir. Birincə baxaraq. Dost 1000 isə azdır. Müəyyən miqdar sayı. 1000. 1000 müəyyəndirmi? Bəli. Görə ikincidə müəyyən var. Söz çeynəyən çox, söz verən az. Yoxdur müəyyən. Demək 1 düzdür. Düzdür. 2. Sayılar quruluşuna görə sadədir. 1000 sadədir, azdır, sadədir, çox sadədir. Ortağa yazdım. Düşmən 1 sadədir, sadədir. Orta olmalı. Aysa bu hər ikisi aiddir də. Burada da çox sadədir, az sadədir. 2 getdi. Elə ikiləri sildik. Yani 3 olur. 2 variantdan biridir, 100%. Gözünüz Üç. baxın. Qeyri-müəyyən sayılar cümlənin xəbəridir. İkisine de. Bəli, azdır, çoxdur, düzdür. Orta yazmadınız. 3 düzdür. Bəli. Demək 1-3 gələcək. Bəli, açın. Həqiqətən tez-tez işləmək istəyirsinizsə, görsün 1-3 uyğun gəlirmi?
Düzdür. Peki O biri bir tapırsan konuşma. məsəl üçün tez 6-ya baxırsan. Və ya da 4-ə baxırsan, aydındır? Bəli. Tez cavab tapmalısın. İndi mən sənə baxıram. Cümlədə sıra sayı var. Heç bir sıra sayı mən görmürəm. Ona cavab elə B-dir. 5-ə baxaq. Yalnız qeyri-müəyyən miqdar sayılar işlənmişdir, bəli. Amma burada axı müəyyən miqdar sayı da var. Başa düşdünüz? Birinci cümlədə müəyyən miqdar sayı da var. Bəli. Amma yalnız qeyri-müəyyən aşağıdadır. 5-də düzdür. Bir də müəllim. 3-ü yaramam istəməliyim, orada Yəni, qayda var. yox, xəbər şəkilçini gördük burada. Ortaqlarda qayda Çoxdur, var. azdır, var. Yox, yox. Öz sonra getdi. Cavab B var. Sonra, Səhv. deyin görün. Yox. Yox. Müəllim, mətn yox ya. Səbt